Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 537.397 ədəd günəş eynəyi ixal olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixal olunan günəş eynəklərinin ümumi gömrük dəyəri 2.668,59 dollar təşkil edib. Qeyd edək ki, günəş eynəklərinin böyük hissəsi Çindən ixal edilib. Belə ki, Çindən Azərbaycana 517.932 ədəd günəş eynəyi gətirilib. Çindən ixal olunan bir ədəd günəş eynəyinin orta gömrük dəyəri 2,57 dollar olub. İdxal olunan günəş eynəklərinin sayına görə Çinlə yanaşı İtaliya və Türkiyədə öndə olub. İtaliyadan 8516 ədəd, Türkiyədən isə 6550 ədəd günəş eynəyi idxal edilib. Bu ilin ilk yarısında Azərbaycana idxal olunan günəş eynəklərinin ölkələr üzrə sayı və bir ədədinin orta gömrük dəyəri belə olub.